Salam Azərbaycan xalqı, xoş gördüm hər birinizi. Bu günləri mən Qaradağ rayonunun Qobur Park yaşayış məntəqəsindəyəm. Demək ki, bu günləri ayın 18 aprel bizim şəhidimiz 95-ci ilin şəhidi, yəni Quliyev Bahadurun ailə üzvləri ilə birlikdəyəm. Bu günləri bizim Bahadurumuzun 29-cu il dönümüdür. Və bizim şəhidimizin anası Fəxrəndə ana qarşımızdadır və bacısı Arifə xanım. Xoş gördüm hər birinizi. Yəni, Allah sizdən razı olsun ki, bu günləri məni bura dəvət etmişsiniz. Mən istəyərdim ki, bizim bu qəhrəman şəhidimizlə bağlı bacımız və anamız öz fikirlərini söyləyərdi. Xoş gəlmişsiniz. Şəkili götürəndə də bizə Bahadurun şəklini təqdim eləmişsiniz, çəkmişsiniz. Xüsusi təşəkkürümü bildirirəm. Belə, keçən dəfə də danışmışdım Bahadur haqqında. Bu dəfə də danışım, eşitməyənlər, bilməyənlər də eşitsin. Bahadur, biz Rusiya vətəndaşı olmuşuq, Rusiyada yaşayırdı. Bahadur Kazan şəhərinə düşdü, orada hərbiyə çağırdılar. Bir ay qulluqdan sonra, böyük qardaşlar da eyni Bahadur kimi, hərəsi aralarında fərq olaraq, 2 ay, 3 ay fərq olaraq belə qulluq edib, imtina edib, öz vətənlərini tələb eləmişdilər. Bahadur da onlara örnək olaraq, Bahadur da istədi. Böyük qardaşları hərbini bitirdikdən sonra döndülər, amma Bahadur dedi ki, Ağdam alınmayınca, Azərbaycanın torpaqlarını geri almayınca getməyəcəm. Gərəkirsə şəhid olacam, yəni buradayam, hərbisi olaraq qalacam. Bahadur, bəli, Bahadur könüllü gəldi və vətəndə döyüşlərdə qatıldı. Bitirdikdən sonra əskərliyini kəşfiyyatçı kimi, artıq cəsur yetişmiş bir kəşfiyyatçı kimi qulluq edirdi vətənə. Və bir vacib əməliyyat zamanında mina partlayışı nəticəsində yoldaşlarını qoruyarkən, sırf yoldaşları bunu vurğuladı ki, komandiri bizi qoruyarkən tapşırmışdım ki, öndə mina bastırılıbdır. Bizi görmədiyinə görə, təhlükə hiss elədiyinə görə minalığa girərək səs olsun, səs salınsın, yəni partlayışdan düşmən olsun deyə, yayındırsın deyə fikrini minalığa girmişdi. Sağ olun. Gələn ayaqlarınız var olsun. Məni bugünkü gündə tək qoymadınız. Çox sağ olun. Siz də mənim balalarım. Mən öz balalarımla fəxr edirəm, sizlə fəxr edirəm ki, devlətimin belə devlətdə duran, elə bilginən ki, devlətin arxasında duran vətəndaşlarımız var. Sağ olun, çox sağ olun.